Tamaşaçımız Samirə xanım məndən deyəsən yeni problemi yaşayır. Yazır ki, mən qərar verə bilmirəm. Ən sadə şeylərdə belə saatlarla düşünürəm. Səhv eləməkdən qorxuram çünki. Nəticədə də heç nə eləmirəm. Və bu məni daha çox sıxır. Vəziyyətdən necə çıxım bilmirəm. Qərar verə bilməmək, qərarsızlıq. Çünki sizə zamanında qərar vermək hüququ verilməyibdir. Sizin zamanda uşaqlığınızdan bəri sizin yerinizə kimlərsə qərar verib. Bugün bu paltarı giyin, bugün bu məktəbə get, bu bağçaya get, bugün sən filan universitetdə oxumalısan, bu işlə məşğul olmalısan. Çünki sizin yerinizə ilk növbədə valideynləriniz qərar verib. Sizə heç bir qərar vermə şansı verilməyib, tanınmayıb və ona görə də bugün qərarsız qalırsınız. Çünki tək qala bilmirsiniz. Tək qalmaq qorxusu var və tək qərar vermə qorxusu var. Səhv edərəm qorxmaq. Yəqin ki, daxili təklikdən danışırsa, daxilən beynində öz-özü ilə beynində ki, mən heç vaxt tək olmamışam, heç vaxt tək qərar verməmişəm. Mən özüm üçün nəyin doğru, nəyin yanlış olduğunu bilməmişəm. Bunu anam və yaxud da atam mənim əvəzimə edib. Axı, mən bugün necə tək qərar verə bilərəm? Bəlkə səhv edərəm. Axı, mənə həmişə deyiblər ki, sən bacarmazsan, sən səhv edərsən. Və ona görə də mən bugün səhv etməkdən də qorxuram. Uşaqlara şans vermək lazımdır ki, səhv etsinlər. Bu oyunlardan başlayır. Bir uşaq oynamağa başladığı zaman ona müdaxilə etsək ki, sən bu kubikləri mənim dediyim kimi kvadrat şəklində düz və ona müdaxilə etsək ki, elə yox, belə düz, sən səhv eləyirsən. Onda uşaq inanın ki, ömrü boyu səhv edəcəkdir. Amma bugün biz o kubikləri onun qarşısına düşsək və desək ki, ürəyin necə istəyir elə də oyna. İstəyirsən kvadrat elə, istəyirsən dairə elə, istəyirsən necə ürəyin istəyir düz. İnanın ki, o doğrunu gəlib özü tapacaq. Səhv edə. Səhvlər nə üçündür? Nəticə çıxartmaq üçün. Yəni, biz o səhvi etməsək, bugün biz uşaqlarımıza zamanında oyunlardan başlayaraq səhv etməyə imkan verməsək, sabahki həyatlarında ömrü boyu səhvlər edəcəklər. Və o səhvdən nəticə çıxartmağı bacarmayacaqlar. Nəticə çıxartmaq çox uzun bir zaman alacaq. Amma bugün biz ona şans versək və qərar vermə bacarığı ona aşılasaq, bayaqki videoda qeyd etmişdim, Yaponların o üsuluna əl atsaq, bu 5-dən birini seç, 3-dən birini seç. Həm bizim, həm uşağın qərarı birlikdə olsa, əlbəttə ki, uşaq orada daha çox uğur qazanacaq, nailiyyət əldə edəcək. Və buna görə də ilk addım olaraq deyərəm ki, səhv etməkdən qorxmaq əvəzinə bir dəfə səhv edib, onun nəticələri ilə üzləşib, artıq qərarı necə verəcəyinizi öyrənməkdən başlayır. Yəni, deyir ki, səhv etməkdən qorxuram, ona görə də heç nə etmirəm və qalıram. Yaxşı, nə vaxta kimi heç nə etməyəcək? Axı, bir yerdən başlamalıyıq. Axı, bizim yerimizə qərar verənlər ömrümüz boyu bizimdə olmurlar. Bir yerdən sonra bizi tərk edirlər. Və qərar verə bilmədiyimiz üçün də bizi tərk edirlər ki, sən niyə belə oldun? Sən niyə heç nə bacarmırsan? Axı, vaxtında bacarmaq üçün şans verilməyib. Amma bugün səhv etməkdən qorxmayaraq və səhv edəcəm düşüncəsi altında yox. Bunda uğur qazanacam. Bunu yaxşı edəcəm, bacaracam düşüncəsində ayağa qalxıb o işi görmək lazımdır. Və səhvlərdən də nəticə çıxartmağı bacarmaq lazımdır. Təşəkkür edirəm. Çox sağ olun.